Fuad salam, necəsən? Salam Orxan, şükür, salamatçı. Sən necəsən? Allah köməyin olsun, var olasan. Fuad, bütün qonaqlarımıza bu sualı verirəm. Birinci, Sumqayıtda meyxananın vəziyyəti, ümumi meyxananın vəziyyəti nə yerdədir, necədir? Sumqayıtda ümumən meyxananın vəziyyəti əvvəlki illərə baxanda çox fərqlidir. Əslində Sumqayıtın meyxanası həmişə seçilib, doğrudan seçilib, həm sözü ilə, həm belə deyək də, ədəbi ilə, əxlaqı ilə böyük-kiçik yeri bilən olublar. Özlərindən böyük ustadlarla həmişə ara saxlayıblar, səviyyə saxlayıblar deyiblər. Yəni, meydana təzə gələnlər var, indi baxırıq, görürük də, özündən qabaqçı meyxana deyənlərin üstünə sanki davaya gəlib, qışqıra-qışqıra səs oynan meyxana deyir, amma Sumqayıt cavanları, Sumqayıtın köhnə şairləri, ustadları da həmişə onun sambalı saxlayıblar, özündən qabaqçı meyxana deyənlərlə həmişə hörmətlə meyxana deyiblər, onu bəyənirəm. Allah yaxşı. Sən də bir neçə müddət bu meydanlardan uzaqlaşdın, ayrıldın. Buna səbəb nə olmuşdu? İndi müəyyən bir səbəb var ki, onu burada efir qarşısında, indi buna bizim çəkilişimizdə çox adam baxacaq. Onu belə açıqlamaq istəmirəm. 8 il meydanlarda olmadım, 8 il meyxanadan uzaqlaşdım, amma yenidən artıq meydanlardayım. Sumqayıtda məndən qabaq da meyxana deyənlər var, məndən sonra da gələnlər var, maşallah cavanları da görürük. Çoxsa elə bilirdik ki, məsəl üçün meydanda yox idi, məsəl vardı, işləməyən dəmir pas atar, amma heç elə deyil. Mən öz təbimdə, öz sözümdə, həmişə kimi, şimşək kimi. Belə də buradan, indi biz izləyənlər, məsələn, komentariyalarda ağzına gələn yazmasına xahiş edirəm, ürəyi istəyən meydan eləsin, dəvət eləsin. Baxmayaraq ki, 8 il meydanda olmadım, Sumqayıtda günün bugünkü günündə necə əvvəl idi, indi də elədir. Özümə Sumqayıtda rəqib tanımıram. Ürəyi istəyən varsa, meydan eləsin, meydana çağırsın. Sözü olanda meyxanadan sonra özümə desin ki, dediyin kimi eləyə bilmədi. Allah yaxşı. Yeni işlərdə nəsə gözlənilir Fuad? Şükürlər olsun ki, yeni bir dənə işimiz var. İnşallah ki, onun üzərində işləyirəm. Onu da hazırlayıb tezliklə tamaşaçılara da, xiridarlara, fanatlara təqdim edəcəyik. Çox sağ ol, uğurlan bol olsun, Allah köməyin olsun. Çox sağ ol, sənin də kanalıma xeyirlər, uğurlar, gözəl verilişlər hazırlayırsan, gözəl ustadlar dəvət edirsən. Biz də baxırıq, izləyirik. Xeyirli olsun. Sağ ol, sağ ol.